Salam, hər vaxtınız xeyir əziz şagirdlər, əziz izləyicilər. Hal-hazırda bu videoda 5-ci siniflər üçün nəzərdə tutulmuş Lütfüzadə adına Riyaziyyat Məntiq Olimpiadasının yarımfinal suallarının izahını görmüş olacaqsınız. Başlayaq birinci sualdan. Birinci sual fərqlə çıxılanın cəmi 60-dır. Azalan fərqdən 5 dəfə çoxdursa çıxılanı istəyir. Azalan fərqdən 5 dəfə çoxdursa, yəni qeyd eləsək əgər azalan, çıxılan bərabər fərq olduğuna görə burada bizə nə deyir? Azalan fərqdən 5 dəfə çoxdur. Yəni fərq burada x olsa, azalan olacaq nə? 5x. 5x çıxılan burada məcbur 4x olmalıdır ki, nəticə x olsun. Və birinci şərtə görə fərqlə çıxılan cəmi 60 olmalıdır. 4x üstə gəl, x bərabər 60 götürürəm. 5x buradan bərabər 60, x bərabər 12 olacaq. X-in qiyməti 12-dirsə, bizdən nə istəyir? Bizdən çıxılanı istəyir. Çıxılan 4x olduğuna görə cavab olacaq D variantı birinci sualda. İkinci suala baxırıq. A, B, C müxtəlif rəqəmlərdir. Yuxarıdakı şərtləri ödəyən, yəni 2B bərabərdir A üstə gəl 7, 3C bərabər B üstə gəl 1. Ödəyən 3 rəqəmli A, B, C ədədlərinin cəmi neçə olar deyə soruşur. Bunun üçün nə edə bilərik? Buradan A bərabərdir, məlumdur ki, 2B çıxaq 7 olacaq. Digər tərəfdən B də bərabər olmalıdır nəyə? 3C çıxaq 1. Biz burada C-ni qiymətləndirib A-nın və B-nin eyni zamanda C-nin 0-9 aralığında, yəni A ümumiyyətlə 0 ala bilməz. Amma digərləri 0-9 aralığında bir qiymət almalıdır. A-dakı məlumdur ki, yəni 1-dən 9-a qədər dəyişə bilər. 100-lük mərtəbəsində olduğu üçün A orada 0 ola bilməz. 3 rəqəm ədəd kimi. Aparıb burada yerinə yazsam, C-ni qiymətləndirsəm mən əgər, C tutaq ki, bərabər 1 olsa, B onda nə olmalıdır? B bərabər olmalıdır. Deməli, 2 olmalıdır B. Amma bir şey var burada. B-ni təzədən aparıb burada yerinə yazıb yoxlayanda nə görürük? Görürük ki, 2 dəfə 2 4, 4-dən 7 çıxında -3 edir. Bu da olmaz. Yəni dedik ki, A 1-9 aralığında olmalıdır. Deməli, C 1 qiymətində ödəməyəcək. Yenidən 2 qiymətini aparıb yoxlamalıyıq. C-ni yerinə 2 yazanda tutaq ki, 2 dəfə 6, 1 çıxdım 5 oldu. Yəni B burada bərabər 5. Aparıb yerinə yazsaq əgər birinci qolda A bərabərdir 2, B çıxaq 7 olduğuna görə 2 dəfə 5-in dəyək 10, ondan 7 çıxdın 3 olur. Yəni C bərabər 2, B bərabər 5 olsa A bərabər 3 olacaq və bu bir problem yaratmır. Daha sonra burada nə etməliyik? C bərabər 3 olarsa qiymət qoymalıyıq. C bərabər 3 olarsa B bərabər 8 olacaq. B 8 olarsa 2 də 8 deyək 16, 16 çıxaq 7, A bərabər 9 olacaq. Deməli, biz bunları 3 rəqəmli ədəd kimi düzsək əgər 352 1 olacaq, digəri də 983 və bunları toplasaq 1335 C variantı cavabını almış olarıq. Növbəti suala baxırıq. 4 dostun 20 sualdan ibarət sınağı tamamlama müddəti dəqiqə aşağıda göstərildiyi halda bəzilərində rəqəm əvəzinə hərflərdən istifadə edilmişdir. Yəni görünür alim burada 15 tam %80 neçədir artıq və burada haqlı olaraq yəni şagird burada D variantı yazıb 7. Yəni D-dən başqa bir, yəni 7-dən başqa bir variant burada ödəmir. Tutaq ki, məsələn 6 götürmək istəyirəm. Burada olacaq 66. Bizə nə deyirdi? Bizə deyir ki, fərdindir. Ən qısa müddətdə bitirən şagirdin fərdin olması üçün. Yəni bu 66 təbii ki, burada 72-dən kiçik olduğuna görə biz burada 7-dən bir aşağı qiymət götürə bilmərik. Yəni burada düzgün variant D variantıdır verilən variantlar arasında. Növbəti suala baxırıq. 4-cü sual. %10-un onda biri. %10-un onda biri 1 olan ədədin onda birinin mində bir neçədir? %10-un, deyək x vuraq %10, %10 ilə x-a getsə onda 1 deməkdir. Bunun da onda biri bərabər 1-dir və x-in buradan 100 olduğunu tapırıq. X-in 100 olduğunu tapandan sonra onda birinin mində 10-u. Yəni 100 vuraq onda 1, bir də vuraq mində 10. Yenə də buradan onlar x-a gedəcək. 100 bölək 1000 qalacaq. O da 0,1 B variantı 4-cü sualda. 5-ci suala baxırıq. 1, 2, 3, 4, 5 rəqəmlərindən istifadə olunmaqla yazıla bilən rəqəmləri müxtəlif 5 rəqəmli bütün ədədləri kiçikdən böyüyə doğru aşağıdakı kimi sıralanır. Buna görə bu sıralamada əvvəldən 9-cu ədəd hansı olacaq?
Bu sualın bir oxşarı, hətta bir səviyyə nisbətən deyək, çətin variantı biz 5-8 riyazi məntiq məsələlər kitabına vermişik ki, müəyyən rəqəmlər qoymuşuq təbii ki, orada da. Yəni burada 1 ilə başlayacaq, belə götürək. 1 ilə başlayacaq 24 dənə ədəd var. Deyək ki, 5, 4, 3, 2, 1. Yəni burada 1 ilə başlayacaq. Əslində ümumi ədədlərin sayı 120 olur, amma 1 ilə başlayacaq 24 dənə ədəd var. Amma bizə əslində nə lazımdır? 9-cu ədəd lazımdır. Onda burada ən kiçikləri götürsən, məsələn 1, 2, 3, 4, 5 ilə başlayıb onsuz ən kiçiyi budur. İndi mən buradan 12-ni saxlasam, 3, 4, 5-in yer dəyişməsi bizə 6 dənə ədəd verəcək. Yəni 3 dənə rəqəm var burada, 6 dənə ədəd verəcək. Ki burada da bizdən amma 9-cu istəyir. Deməli 13 ilə başlayan bir, bax ki 5 rəqəmli bir ədəd olmalıdır. Yəni 13 ilə dedim, yəni 13.000 neçə olmalıdır? Burada başlasaq tutaq ki 13.245, 13.000 deyək ki 254 və nəhayət 13.425 olacaq. Yəni 6 dənə buradaydı, bunların yer dəyişməsi ilə, yəni 3, 4, 5-in yer dəyişməsi nəticəsində alınan ədədlər 6 dənə idi. Amma bizdən 9 istədiyinə görə 6 orada, 7, 8, 9. Yəni 13.425 olacaq bu sualda. 6-cı suala baxırıq. A şəhərindəki əhalinin 1/4-i B şəhərində gedərsə, 2 şəhərin əhalisi bərabər sayda olar. Bunu biz dəyişənlə də götürə bilərik və ya istədiyimiz qiymətlə yerinə yazıb yoxlaya bilərik. Məsələn, götürürəm mən 1000. Deyək ki, A şəhərindəki əhalinin 1/4-i. A şəhərindəki əhalinin 1/4-i, bax ki, 1000-in 1/4-i nə edir? Deyək ki, 250. Əgər 250 buradan getsə, burada nə qalacaq? 750 qalacaqmı? Qalacaq. İndi burada məsələ nədir? Hansı ədədin üzərinə 250 gəlsəm, tutaq ki, 750 almalıyam. Bu da təbii ki, 500 ədədidir. Ona görə 1000 olsa, o birisi gərək 500 olsun. 1000 ilə böləcəm 500-ə. Deyək ki, 2 dəfə çox olmalıdır. Və ya əks halda mən bunu dəyişənlə də yazıb yeni yoxlayaram. Tutaq ki, x götürsəm, nisbətən bu şagirdlər üçün mürəkkəb ola bilər. X götürsəm, bunun 1/4 getsə, 4/3 qalacaq, 4/3 x-i. İndi nəyin üzərinə 4/x gələndə 4/3 x verir? Bu da təbii ki, 4/2 olmalıdır. Başqa sözlə 2/1 x. X-lar getsə 2/1 x qalır. Yuxarıdakı da x idi. Böləndə də yenə nə olacaq? 2 olacaq. A variantı bu sualda. Növbəti sual 7-ci suala baxırıq. 7-ci sual aşağıdakı kvadratlara müəyyən ədədlər yazılacaq deyir. Yazılacaq hər bir ədəd özünün solundakı və üstündəki qonşu kvadrata yazılacaq ədədin 3 misli olmalıdır. Yəni buradan hardan başlamalıyıq biz? Bax bu birinci deyək ki, sütun birinci sətrin birinci xanadan, yəni bu şəkildə başlasaq, buna bir A desəm mən, bunun sağındakı nə olmalıdır? 3A olmalıdır. 3A. Bunun da sağındakı olacaq 9A. Yəni 3 dəfə artmalıdır. Üstə gəl, deyək aşağıdakılarda eyni qaydada, yəni aşağıdakı da 3A olacaq. Bura artıq 9A olmalıdır. Bu da tutaq ki 9A, 27A olacaq. 3-a vuracam. Sonra yenə 9A, 27A, bir də 81A. İndi bunların cəmi ümumilikdə 169 edir. Deməli, nə etməliyəm? Hamısını toplamalıyam. Bərabər 169 götürüb oradan A-nı tapmalıyam. O da bunları toplayanda 169 eləyəcək. 169A bərabərdir elə 169-a. Buradan A-nın 1 olduğunu tapırıq. A-nın qiyməti əgər 1-dirsə, bizdən tən ortadakı xanadakı ədəd istəyir. Yəni A 1 olacaqsa 9 vuraq 1, 9 olacaq. C variantı 7-ci sualda. 8-ci suala baxırıq. Şəkildəki səhifə sayları eyni olan 3 kitab göstərmişdir. Bu 3 kitabın səhifələrini nömrələmək üçün ümumi 2988 rəqəminə istifadə olunur. Buna görə kitabların hər biri neçə səhifəlidir? Bunun üçün nə etməliyik? Bunun üçün yerindəcə 2988-i 2988 bölməliyik 3-ə.
Burada sağ tərəfdə hesablamaq gedib deyəsən, elə 368 verməli idi o da. Tutaq ki, 2988 bölək 3. Hə, deməli, burada olacaq nə? 9, 27, 28, 9 olsa 996 olacaq. 996 olsa, deməli, burada bir kitabın səhifəsinin, yəni nömrələməsindən 996 rəqəm istifadə olunur. Səhifələmdə 996 rəqəm istifadə olunur. Onda bunun həmin kitabın səhifəsini tapmaq üçün nə edirik? 996-nın üzərinə 108 gəlirəm və bölürəm nəyə? 3-ə. Ki, bu da bərabərdir 368-ə. Burada düzgün variant C variantı 8-ci sual üçün. 9-cu suala baxaq. Aşağıdakı deyir, ölçüləri 6 metr və 18 metr olaraq verilən düzbucaqlı formasında bir divarı mavi rəngə boyanacaq. Usta dəqiqədə 3 kvadrat metr sahəni boyaya bilir. Buna görə boyama işi başladıqdan ən az neçə dəqiqə sonra sağdakı mavi rəngli hissəni boyamış, mavi hissə boyanmış olar. Aha. Deməli, buradan nə edərik? Yerinəcə buradan sahə tapmalıyıq. Və bu sağdakı da ümumi sahənin 4də 3 hissəsinə bərabərdir. Yəni, 18 vuraq 6 olacaq deyək ki, 108. 108-in 4də 3 hissəsi, yəni 4-ə bölübsə vursam, bərabər 81 alacam. Yəni, sağdakı sahə, hansı ki boyanacaq, o sahə 81-dir. İndi, burada bizə nə istəyir? 81 kvadrat metrdirsə və hər 3 kvadrat metrə 1 dəqiqə gedirsə, onda 81-i böləcəm. Neçəyə? 3-ə. Bərabər olacaq 27. Burada düzgün variant C variantı. 9-cu sualda. 10-cu suala baxaq. 10-cu sualda 5 rəqəmli rəqəmləri müxtəlif, deyək ki, bir 5 rəqəmli ədəd 24-ün neçədirsə artıq bu. Ədədi 3-ə, 4-ə, 5-ə tam bölündüyünə görə A-nın ala biləcəyi qiymətlər cəmi neçə olar? Yəni 5-ə bölündüyü üçün burada son ya 0 olmalıdır, ya da deyək ki 5 olmalıdır. Amma 4-ə bölündüyü üçün, yəni 5 ola bilməz artıq. Deməli, sonu 0 olacaq. Və 4-ə bölünmə əlamətinə görə son 2 rəqəmi bölünən ədədlər 4-ə bölünür də. Ona görə burada nə olmalıdır? Ya 20 olacaq, qeyd edək, ya 20, ya 40, ya 60, ya da 80 olmalıdır. Yəni, bu 4 ədəddən biri olmalıdır ki, son 2 rəqəmlə əmələ gətirilən ədəd. Ki, burada 4-ə bölünsün. İndi burada rəqəmləri müxtəlif dediyinə görə mən burada nə edəcəm? 2, 4 var da burada, düzdür? Ona görə 20-ni atıram, 40-ı da atıram. Deməli, burada bizə qalır nə? Ya 60 olacaq, ya da 80 olacaq. İndi 60 olacaqsa, A-nın ala biləcəyi burada qiymətlər. Yəni, burada həm də 3-ə bölünməlidir axı. Rəqəmlərin cəminə də baxmalıyıq. A ala bilər burada nə? A ala bilər 60 0 ala bilməyəcək, çünki son 0-la bitir. Onsa cəmdə elə də fərq eləmir, yenə də, yəni ala bilmir 0. A ala biləcək oradan nə? Bunu biraz sağda yazım, bir dəqiqə. Aha, A buradan bərabərdir. Deyək ki, olacaq 3. A bərabərdir. Yəni 3-ə bölünən ədədlər olmalıdır. Çünki hal-hazırda 60-dır, 24-dür. Bunlar yəni 3-ə bölünən, cəmləri 3-ə bölünən ədədlərdir. A ola bilər 3, 6 ola bilməyəcək, bir də ola bilər 9. 3 və 9, yəni 60-a görə bunlar ola bilər. Digər tərəfdən 80-ə görə A ola bilər 1, A ola bilər, əslində 4 ola bilərdi, amma yenə rəqəmlər müxtəlif olmalıdır, 4 ola bilməyəcək. A ola bilər, bir də 7 ki, bunların da cəmi 3, 9, 7, 1 nə olacaq? Deməli 10, 20 olacaq. 20 variantı A variantı. 10-cu sualda düzgün cavab A olacaq. Növbəti suala baxırıq. Əslində suallar 5-ci sinifə görə nisbətən rahat düşüb. Daha mürəkkəb suallar gözləyirdik. Ki 7-ci suallar 5-ə və 6-ya baxdıqda təbii ki, öz səviyyəsinə görə, siniflərin öz səviyyəsinə görə daha çətindir. Ona görə də 7-ci sinifdə böyük ehtimalla ballar düşər, amma 5 və 6-da yəqin ki, bunun əksini görə bilərik.
Deməli 11-ci suala baxırıq. İlk 35 natural ədədinin kvadratları soldan sağa doğru şəkildəki kimi yazılmışdır. Buna görə bu sıralamada soldan 51-ci rəqəm neçə olar? Əslində bunu biz 2 rəqəmli, 3 rəqəmli olaraq ayıra bilərdik. Amma burada nə görürük? Məsələn, şagird artıq bunu yazıb, yəni bu variantda istifadə etmək olar. Deməli 1, 4, 9, 16, yəni bunlar artıq mən bunları nəzərdə tuturdum. Məsələn, 2 rəqəmli bunlar sahib 2-yə vurmaq və ya burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Məsələn, 11-i vurdun 3-ə, burada deyək ki, 1, 2, 3, 4, 5, 6. 6-nı vurdun 2-yə, 1, 2, 3. 1 də vurdun 3-ə. Burada məsəl üçün nə eləyəcəkdi? 33, 12, bir də 3. Yəni bu olacaqdı 48. 48. Bizdən nə istəyir? 51. 51-ə görə də bəli, 49, 50, bu da 51. 1 olacaq. Növbəti suala baxırıq. 12-ci sual. Eyni ölçülü 3 düzbucaqlı aşağıdakı kimi rənglənərək modelləşdirilib. Birinci düzbucaqlını, yəni görürük artıq, mavi isə 8-ə 5 ilə verir. Olsun. İkinci düzbucaqlıdakı qırmızı isə 4-də 1 kəsri ilə modelləşdirilib. Burada ancaq mavi isə 8-ə 5. Yəni bura deyək ki, 8-yə bölsək 5 olacaq artıq. Sağ tərəf 3-də sol qalır. Digər tərəfdən qırmızı isə 4-də 1 verir. Deməli sağ tərəf 4-də 3 olmalıdır. Amma burada cavablara baxdıqda biz nəyə görürük? Deməli, məxrəclər 24. Onda bu əgər 24 olsaydı belə olacaq. 24-də 15 bu olacaq. Digər tərəfdən 24-də 6-da bu olacaq. Onda buradakı cavablar, yəni burada məsəl üçün görürük ki, tutaq ki, buradan nisbətən, hətta bunun yarısından da deyək kiçik olur. Yəni yarısından nisbətən yaxın olur əslində. 24-də 15-in yarısı. Bu da deyək ki, 24-də 7 kəsri ödəyəcək. Əslində burada özləri bölsəydilər, bəlkə tapmaq daha rahat olardı. Amma yenə də 24-də 11 və ya 24-də 13 birinci düzbucaqlıya daha yaxın olmalı idi. Amma bu nisbətən ikinci düzbucaqlıya daha yaxındır. Amma ikinci düzbucaqlının təbii ki, böyükdür hissə olaraq, model olaraq. Onda burada olacaq nə? 24-də 7. Növbəti suala baxırıq. 13-cü sual. Düzbucaqlı formasında, yəni bu sualdan artıq dəfələrlə düşüb başqa olimpiadalarda. Düzbucaqlı formasında olan kardonun üst hissəsində vahid kvadratlar çəkilib. Bu kvadratların 7-də 3 hissəsi sarı rəngdə boyanır. Səma bu kardonun bir hissəsini səhvən cırır. Sağdakı şəkildə kardonu cırıldıqdan sonra deyək ki, qalan hissəsidir. Burada ümumi kardonların sayı, daha doğrusu kvadratların sayı, deyək ki, 5-in 7-yədir və burada nə olacaq? 35 olacaq. İndi 35 dənəsi, yəni burada 35 dənədən, daha doğrusu, burada neçəsi var? 7-də 3-ü boyanır. Onda 35-i vuracam 7-də 3-ə. Bunlar gedəcək, 5 qalacaq. 15 dənə burada boyanmış sarı olmalıdır. Amma biz burada neçəsini görürük? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənəsini görürük. 15-dən 10 çıxarıq. Burada qalar 5. Bu da nisbətən rahat suallardan biridir. 14-cü sual nisbətən çaşdırıcı, amma burada nəyə diqqət etmək lazımdır? Ən çox. Yəni, ən çox məsələsi varsa, burada biraz, necə deyim, yəni 2 qat düşünmək lazımdır. Məsələn, bu suala tutaq ki, 2 saniyə, 2 dəqiqə deyək, vaxt gedir. Amma burada ən çox məsələsi varsa, burada artıq biraz onu 3 dəqiqə, 4 dəqiqədə eləmək olar ki, əsas odur, səhv yazmayasan. İndi burada məsələ nədir? Deyir ki, x, y, z natural ədədlərdir. Z üstəgəl y bölü x bərabər 11 olarsa, burada şərt verir ki, z burada ən böyükdür, daha sonra y, daha sonra x. Yəni, bu şərti qorumaq lazımdır. Onda burada nə edəyərik? Z-in yerinə 9 yazsa, o biri qiymətlər nə olacaq? Üstəgəl, bu 8, bu da 4 olsa, bərabər 11 eləyəcək. Yəni, burada elə qiymətlər qoymaq lazımdır ki, təbii ki, orada həm bunun cəmi, üçünün cəmi ən böyük olsun, həm də bu şərtləri ödəsin. Bu şərtləri də ödəyir. Bəli, burada onda 9, 8, 4, 21 olacaq 14-cü sualda. Sonra 15-ci suala baxaq. 15-ci sual
daha əvvəl düşmüş sualın nisbətən mürəkkəb bir variantı. Çünki əvvəl mənə elə gəlir ki, daha rahat idi. Amma burada da çətin bir şey yoxdur. Deməli nə deyir? Nişangahda fərqli hissələr fərqli xallarla qiymətləndirilir. Nuray hər yarışda 3 ox atır və müvafiq olaraq 23 xal, 25 xal və 19 xal toplayır. Yəni görünür ki, burada qeyd olunub. Onda nə yazarıq? Bura deyək ki, A-dır, bura bir B-dir, bura C-dir. Xal sistemi belə götürsək. Onda olacaq ki, hərəsindən bir dənədir burada birincilər. A üstəgəl B üstəgəl C bərabər olacaq 23. Digər tərəfdən A üstəgəl 2B. A üstəgəl 2B bərabər 25-dir. Və digər tərəfdən burada 19 olacaq. Hansı halda? 2B üstəgəl C bərabər 19. Burada bir gedişlə biz belə bir şey yaza bilərik. 4B üstəgəl A üstəgəl C bərabər 44 olacaq. 25 ilə 19-un cəmi. Və A üstəgəl C-nin yerinə isə 23 çıxaq deməli B yazaram. Yəni bu ifadənin yerinə 23 çıxaq B yazaram. Onda nə olacaq? 4B üstəgəl 23 çıxaq B bərabər deməli 44-ə. Buradan da görürük ki 3B bərabər olur 44 çıxaq 23-ə, yəni 21-ə. B bərabər olur 7-yə. İndi B-nin qiyməti 7-dirsə, A üstəgəl 2B bərabər 25 olduğuna görə A burada nə olmalıdır? 25-dən 7-nin ikincisini çıxmalıyam, yəni 14. A burada 11 olacaq. 11. Elə bizdən ən maksimum bir atışla maksimum əldə edəcəyi xalı soruşur. O da 11 olacaq. Çünki kənarlara getdikcə təbii ki, daha kiçik olmuş olur. Növbəti sual, 16-cı sual. 16-cı sualda deməli, gündəlik həyatda istifadə etdiyimiz liftlərin bir dəqiqə. Gündəlik həyatda istifadə etdiyimiz liftlərin müəyyən yük götürmə qabiliyyəti vardır. Liftdədir, yüklənən yükün miqdarı və ya liftə minən insanların yüklələri cəmi bu tutma bərabər olarsa, lift tam dolu olmuş sayılır. Aşağıdakı liftə minmək üçün gözləyən 5 nəfər var və bu insanların kütləsinin liftin daşıya biləcəyi maksimum yükün hansı hissəsi olduğu verilmişdir. Aha. Buna görə lifti gözləyənlərdən hansı 4-ü liftə minərsə, lift tam dolu olmuş olacaq. Tam dolmuş olacaq. Və bizdən hissə ilə soruşur, daha doğrusu hissə ilə verib. 36-da bir hissəsini bu təşkil edir. 9-a bir hissəsini bu, 18-də bir, 12-də bir. Bunların biz məxrəclərini bərabərləşdirsək, hamısını 36-ya gətirsək, bunu yazan şagird də gətirib deyəsən. 36-da 16 olacaq, bəli. 9-da 4 isə 36-da 16 olacaq. 36-da 2 olacaq. 36-da 15 olacaq, 3-ə vursam, bəli. Bu da 36-da deyək ki, 3 olacaq. İndi buradan təbii ki, biz deməli, hansı elə bil ki, hissələrin ümumi cəmi nə olmalıdır? 36 olmalıdır. Hansıları toplasaq? İndi bunları toplasaq 36-da 3, 36-da 15, 36-da 2, 36-da 1. Belə bir şey yaza bilərik. Buradan tam dolu olmuş olacaq. Onda burada nə edəyək? 36-da 16, 36-da 15. 36-da nə elədi? 36-da 31. Onda bir də 36-da 3 ilə 36-da 2-ni götürsək kifayət edəcək. Yəni burada kənarda qalacaq kim? Əntiqə. O da düzgün cavab B variantı olacaq. Növbəti suala baxırıq və çox şagirdin səhv yazdığı sual. 17-ci sual. Burada verilmiş düzbucaqlıda rəngli olmayan sahə mavi rəngli sahədən neçə faiz böyükdür? Burada deməli nəyə baxmaq lazımdır? Burada kiçik düzbucaqlının orada sahəsi 6/5 bölü 2-dir. Düzbucaqlı üçbucağın sahəsi daha doğrusu. Düzbucaqlı üçbucağın sahəsi 6/5 bölü 2-dir. Onda bura 15 olacaq. Bir dəqiqə. Bura olacaq 15. Digər tərəfdən düzbucaqlının sahəsi isə 15/6. O da nə olacaq? 90 olacaq. Yəni 90-dan da 15 çıxsam 75 olacaq. İndi sağ tərəf 75-dir, sol tərəfdə 15-dir. Bizə nə deyir? Deyir ki, rəngli olmayan sahə mavi rəngli sahədə neçə faiz böyükdür? Yəni burada demir neçə faizini təşkil edir. Yəni çox uşaq burada məsələn D variantı götürüb, amma burada düzgün deyil. Niyə?
Çünki bizdən nəyi soruşur? Neçə faiz böyük olduğunu. Sahə tapıldıqdan sonra burada nə etməliyik? Aradakı fərqi 75-15-i bölməliyik 15-ə, vurmalıyıq 100-ə. Ki burada da 60/15 4 eləyəcək. 100-ə vuranda 400%. C variantı düzgün cavab. 18-ci suala baxırıq. Aşağıdakı şəkildə dairələrin içinə birdən böyük natural ədədlər yazılacaq. Üstdəki hər dairəyə ona bitişik olan iki yanaşı dairədəki ədədlərin hasılı yazılır. Buna görə ən üstdəki dairəyə aşağıdakının hansı yazıla bilər? Məsələ burada nədir? Məsələn, ABC götürsəm, tutaq ki, burada A, B, C, onda burada B vuraq C olacaq. Burada da A vuraq, deyək B olacaq. Daha sonra A vuraq C, vuraq B-nin kvadratı olacaq. Yəni, elə bir ifadə olmalıdır ki, yəni bu cavablardan A vuraq C, vuraq B-nin kvadratı. Bu da hansıdır? 90-dır. Niyə? Çünki orada ən azı 9 var. 9 da 3-ün kvadratıdır. Yəni, burada tutaq ki, B bərabər burada 3 olmalıdır. O biriləri də 2, 5 olacaq böyük ehtimalla. Yəni, 2 vuraq 5, vuraq 3-ün kvadratı olsa bizə 90 verəcək. Bu ifadə bax bu şəkildə göstərilməlidir. Növbəti suala baxaq. Növbəti sual 19-cu sual olmalıdır. 19-cu suala baxırıq. Burada aşağıdakı şarların ifadə etdiyi əməllər verilmişdir. Qırmızı şarda içindəki ədədi ən yaxın yüzlüyə yuvarlıqlaşdırır. Sarı şarda isə içindəki ədədi ən yaxın onluğa yuvarlıqlaşdırır və nəticədə bizdən sual işarəsi yerinə yazacaq ədəd istəyir. Burada 1524-dür. 1524-ü yüzlüklərə qədər yuvarlaqlaşdırsaq, olacaq deyək ki, 1500, 4-ə böldüm, 375 olacaq. 375 yuvarlaqlaşdırsam onluqlara qədər 380 olacaq. 380 üstünə 34 gəlsəm, tutaq ki, 414 olacaq. Bunu da yuvarlaqlaşdırdım, 410, 5-ə böldüm, 82. Yenə yuvarlaqlaşdırdım onluqlara qədər. Deməli, 82, 80 olacaq orada. 80 vuraq 8, 640 olacaq. Bizdən nə istəyir? Sual işarəsinin yerinə yazılacaq ədədi. O da C variantı bu sualda. 20-ci suala baxırıq. 20-ci sualda qiymətlərini aparıb yerinə yazsaq, bəli, burada şagird əslində düz yazıb. Cavabda axırda niyəsə səhv yazıb. 9, 3 belə göstərək. Onu 9-a böldüm. 3 olur. Burada 1 olur. C-nin qiyməti 1 olacaq. 2, deyək ki, 4-ə vurandan sonra 8 olub. Burada da 5 olacaq. Hələ ki, yəni, deyək ki, bir rəqəmdən 2 dəfə istifadə eləməmişik. Burada isə 4, 7, bir də 6 olacaq. Yəni, burada ən aşağıda yazacaq ədədlər, rəqəmlər 6, 5, 1-dir. Bunlar toplayanda 12 olacaq. C variantı 20-ci sualda. 21-ci suala baxaq. 21-ci sual da maraqlı sualdır. Deməli, bağçada 4-ləçəkli və 2-ləçəkli olmaqla ümumilikdə 1200 ədəd gül var. Bunu biz belə yaza bilərik. 1200 əgər göstərirsə, tutaq ki, bu şəkildə deyək ki, 4 ləçəkli, bir də 2 ləçəkli, 4 ləçək və 2 ləçəkli. Soldan nə yazacağım? Sarı və qırmızı. Tutaq ki, bunlar sarıdır, sarı, bir də qırmızı. İndi bizə nə deyir? Deyir ki, ümumilikdə 1200 ədəd gül var. Güllərin 650-si 4 ləçəklidir. Yəni, burada ümumi cəm 650 olmalıdır. Onda burada nə olacaq? Ümumi cəm 550 olacaq. Çünki niyə? Cəmlər 1200 olmalıdır. Və güllərdən 530-u sarı rənglidir. İndi hansı 4 ləçəkli, hansı 2 ləçəkli hələ ki demir. 280 qırmızı gül isə 4 ləçəkli deyil. Deməli, 280 qırmızı gül 2 ləçəklidir. Ona görə burada 280 yazacağım. 280 burada olacaqsa, yuxarıda 270 olacaq. Cəmi 550 eləməli deyə. Və sonra nədir? Güllərin 530-u sarı rəhlidir. 530 sarı rəhlidirsə, onda 4 ləçəkli nə olacaq? 260 olacaq. Yəni, 4 ləçəkli sarı güllərin sayı 260 olacaq. 22-ci suala baxırıq. Deməli, 22-ci sualda ABC müxtəlif rəqəmlərdir deyir.
A üstəgəl AB, bunu biraz sərgəli şəkildə solda yaza bilərik əslində. Yəni, bir də yerlərini dəyişək bunların. ABC, tutaq ki, üstəgəl AB, bir də üzərinə gəlirəm nəyi? C-ni. Burada bizə nə verir? BC, B verir. BCB. İndi burada deməli nəyi bilməliyik? Məsələn, deməli, heç olmasa B-nin A-dan bir vahid böyük olduğunu, yəni belə göstərək də onda. A üstəgəl 1, A üstəgəl 1 bərabər B. Bu 1. Digər tərəfdən A ilə C-nin cəminin 10 olduğunu, 10 və başqa bir şey nə var? Başqa da bir şey. Məsələn, burada BCB veribsə, B ilə də A-nın cəmi B üstəgəl A üstəgəl, üstəgəl 1 bərabər, məsəl üçün 10 üstəgəl C verə bilər. Bax, 10 üstəgəl C. Bu da var, 10 üstəgəl C. Əslində, burada yerlərinə qiymətlər də qoymaq olar, müxtəlif rəqəm olaraq. Məsələn, deyək ki, C burada 1 vahid olmalıdır, eləmi? Onda burada C burada tutaq, burada ABC üstəgəl C. 2 dənə C var burada, yox, bu axırıncı A-dır. Onda C-yə burada deyək ki, 4 yazsam, burada nə olmalıdır? C-yə 4 yazsam, burada 6 olmalıdır. B-də avtomatik onda 7 olur. Ödəyir deyəsən. Bir dənə yoxlayaq bunu. Deyəsən, bayaq da cavabları çıxardığında elə tapışdıq. A-nın yerinə burada mən məsəl üçün 4 yazsam, onda A-nın yerinə yox. C-nin yerinə 4 yazsam. C-nin yerinə 4 yazsam, bu olacaq deyək ki, 6, 7 olmalıdır bu. Bu da 6 olmalıdır. Onda 674 olacaq. 674 üstəgəl 67 üstəgəl 6. Bunu toplayanda bizə verəcək nə? 11, 17, B-nin qiyməti 7 idi, ödəyir. 13, bir yadda 4, ödəyir və tamamilə doğru. Yəni, 747 olacaq toplayanda. Yəni, A burada 6, B 7, C-də 4 oldu. Kvadratları cəmini tapmaq üçün 4-ün kvadratı üstəgəl 6-nın kvadratı üstəgəl 7-nin kvadratı. Başqa sözlə 16, 44.